Topların yanında yok. Şeyle, tamam mı? Oynamak vardı ki. Bir tane toplar. Если пусть вот он где-нибудь оттуда идет по этой... Sen dava durursan camdan sen bu ücret şeyini sen koydun kaç? İşte biraz qalxız onu xar. Biraz kaçın. Qalxız, hə. Ay yo oha pas numara. Yo hey yo. Kulak olursan. Hadi kulak olsun. Hə. Navotka elə. Temizleyin de. Ağaçla götür. Hadi. Ha. Ağaçla. Yuxarı onu. Yuxarı buyurun. Qalxız. Qalxız, mənə baxma. Sen bakma la qalxız bakma. Hə, yaxşıdır. Sən davay sal onu orada. Ya Allah. Ara gedəsən başım. Otobun yanında oturma yok ha o. Başım bir dənə bu yoldaşların adına istəyirəm deyim ki, bizim o deputatlar oturub nəysə, müharibə haqqında yox. Ancaq nə bilim bu oğlan neçə yaşında evləndirmək olar, qızı neçə yaşında ərə vermək olar. Bunlar ssenariya tapdı. Top haqqında fikirləşsin, necə atmaq olar, necə öyrətmək olar. Cavanlarımızı düzgün yığsınlar. Varların uşağını yığıb ötürürlər, Rusiya zədə hara gəldi. Kasıbların uşağını davay getdin, öldün. Ölmədin o şumayıb yox. Öləndə o müharibə də qutaran sonra yəqin ki, vallah o medalı da, o hər şeyi də, o böyüklərin uşaqlar pul verib alacaq. Bizim kimi uşaqlar heç bir şey, heç adımız o heç bir şeyə düşməyəcək. Heç bir Arif Quliyev deyir, o 2 dəfə taxta medal laureatı. Mən necə, bizimki ondan olacaq. Şəxsən mən bu uşaqların bütün hamısından dedim. Bizimki o yəqin ki, müharibə Allah gücü qutarandan sonra heç bizi lazım deyir, axırında deyir. Prosta bizimki ancaq olacaq 2 dəfə taxta medal laureatı. Ancaq onlara qızıl medallar kimə çətirəcək, gerək Sovet hökuməti nədir, onlar kimə çətirəcək, onlar bizə çətirməyəcək. Heç onun haqqında deyil. Biz bizim o deputatlar, xahiş edirik onlardan, onlar oturub başla işləsinlər. Hərəsi bir tərəfdə yağın qız necə ərə vermək, qızı neçə yaşında almaq, oğlan necə eləmək. Müharibəni qutarmaq, vəssalam. Bizi bu topçuların, bütün soldatların arzusıdır. Bizim başqa arzumuz yox. Ancaq onlar heç olmasa bir dənə balaca şeyi oturub sualı 40 günə şeylə. Bugün qaldı, sabah qaldı, bir həftə dincələk. Bunlar olmaz. Вот я считаю, что, наверное, сейчас как раз-таки они должны рассмотреть вопрос наград, чтобы те солдаты, которые храбро воюют, уже имели какие-то награды. Не после войны, а сейчас. Вы со мной согласны? Согласен совсем. Правильно. Так, ребята, кто? Давайте. Danışın, ne istiyorsun? Davay danışın, baltar, ayakkabı değil. Ne hakta danışmak istiyorsun? Biz olaraydı bu meşənin ortasında, palçığın içində vayvat edir. Bir dəfə cəhət maraqlanmayıblar ki, bu saldatın neyi var, neyi yox. Bir dəfə yuxarıdan cəhət maraqlanan olmayıb. Meşənin içindəyik. Əsas dərdlərdən danışmaq lazımdır. Sinaryadımızı qardaş göndərirlər. İçində putulka, içində limonat, belə şeylər. Olmaz da. Onu demək olmaz. Onu demək olmaz. Ermənilər baxırlar axı. Ondan da paltar verib, paltar cəhənnəmə verməsin. Evimizdən gəlib oradan alıp gətirəcək. Ne vaxt bizdə düşünüyoruz ki, qısa olacaq. Və nə vaxt xətiyabın biz gəlmişik 1 ay, 2 ay
başqasına da gücləri çatsın. Əgər müharibə deyilsə, müharibə olmasın. Ya müharibədirsə, bu heç bir fayda verməyəcək. Vəssalam. O heç cəmaatı da anlatmasınlar, cəmaatı da eşək hesab etməsinlər. Tamam. Burada iki qrup vardır. Bir deməli hərbi xidmətə çağırılanlardır, yaşı çatıb. İkinci də 91-92-ci hərbi xidmətdə olub 2 il qulluq edənlərdir. Onların içində ailələr də var, uşaq olanlar da var. Hansı ki onlar əksəriyyəti bu dəqiqə ailə qurmalı idi. Bugün odun alovun qarşısındadılar. Ancaq nəsə hakimiyyətə gəlmiş yeni qüvvələr müharibənin qurtarmasına maraqlı deyillərmi? Bəlkə də nəsə ləngitmək onlara sərf edir. Ancaq burada uşaqlar, cavanlar çətinlik içərisində gecə qarda, soyuqda, marozda donur, maraqlanıb gələn olmur. Dəfələrlə müraciət etmişik. Ancaq bizə gələndə uşaqlarımız canla, başla vətənin keşində durur. Bugün də onlar qələbə əzmi ilə dayanıblar və bu arzu ilə də biz müharibə etməyə hazırıq. Ancaq nəyə görə, kimlər, niyə bugün müharibəni bu şəkildə vaxtını uzadırlar? Axı biz də ailə sahibiyik. Məsələn, bu, mən, hər iki zabit mülki şəxsdən çağırılmışıq. Ailəliyik, ailəmiz var. Əksəriyyəti dediyim kimi ailə sahibidir. Axı bu bir gün olar, 2 gün olar. 18 yaşında, 17 yaşında qızların ərə verilməsini müzakirə edən bizim məclis vaxtilə kimlərəsə ehyamlar vururdu. Bugün onlar nə fikirləşirlər? O qızları kimlər alacaq? Mənə sözüm bu. Düz, valla düz deyir. Sən nə gülürsün? Təmiz söhbət. Кто еще что хочет сказать? Davay, beri yat. Gel. İnci var. Давай. Mənim bir arzum var. Bütün bu Azərbaycan xalqına. Necə lazımdır biz gəlib burada döyüşür, vuruşuruq. Xahiş edirəm ki, o pis uşaqlar da gəlsin bizim kimi vurursun. Hansı ki, Alver ilə Qasif gizlənir. Mən burada vuruşuram, mən 2 qardaşım bir dəqiqə hazırlaşır getməyə. Qarabağda vətənimiz var. Mən yətər deyim, onlar da can sağlığı arzuram. Bütün 5-ci bateriyanın adından o bütün Qarabağda kim vuruşdu olan adı. Şum sağlıqlar can fərqizdir. Hansı ki, Qasif Gincənər dağlıdır. Onlar vaxt gələcəkdir, bizi görüb, bizdən utanacaqlar, çəkinəcəklər, nəsə istəməyə utanacaqlar. Düzdür, onların sifətləri bir dəqiqə nətədir, qaloş kimidir sifətləri. Onlar bizi görüb utansınlar. Daha görüb dedilər, sən getmişsən Qarabağa. Sonra bir şey maraqlıdır. Nətər olur ki, Yaxşı geyinib bax, bu 2 il hərbi xidmətdə olub. vallahi. 2 il hərbi xidmətdə olub bu adam. İkinci dəfə çağırılır. Məgər bunun çağırıldığı kənddə bir dənə bu idi mi Paşayev Fərux? Yəqin ki, bunun kimi çoxsu olur burada. Amma bir bunu gətiriblər. Eyni o biri xidmət sahələrindən gələnlər də. Axı bunu bir dəfə olar. Keçən dəfə dedik ki, rəhbərlikdə olanlar öz hakimiyyətlərini qorumaq üçün nə edirlər? Öz uşaqlarını göndərirlər, belə sahələrə göndərmirlərdi. Axı bugünkü mən sahədə yeni rəhbərliyin hakimiyyətə gələnləri heç bir qohumunu, qardaşını, heç kəsi görmürəm. Özdə Canla, başla. hərbi komissarlar alladırlar cəmanatı. Həmi əskərləri alladırlar, həmi valideynini alladırlar. Həmi də özləri. Deyirlər ki, 3 ayla çağırırlar. Məktəb biletində oğlu yoxdur. Ha, Mən. oyun qabağına çıxır. Oldu. Nümunəvi xidmətinə görə, cəbhə xəttində fədakarlığına görə kəşfiyyatçı Əliağa Zeynalova komandanlıq adından 10 sutka, otpuska vətənə elan edirəm. Azərbaycan xalqına xidmət edirəm. Dayanın buraya. Serjant Rəhman Salamov. Çıxın sürün qabağına. Nümunəvi xidmətinə görə, cəbhə xəttində fədakarlıq göstərdisinə görə Rəhman Salamova, tam komuzun baş serjant rütbəsi elan edirəm. Dayanın sıraya. Достаточно. Kiçik serjant, zvanisi. Tahir Cumayev. Sürücü mexanik.
Serjant zvanisi. Farruh Paşayev. Mən. Zamkonzvod. Şəkir rayonuna. 10 sutk otpuska. Eve, vətənə. Asadov Elman. Kiçik serjant. Rütbəsi Nizam layıqıdır. Hünər Şirinov. Kiçik serjant rütbəsi elan edirəm. Hamınızı səmimi qəlbdən təbrik edirəm. Bu Novruz bayramı ərəfəsində. Sen de işte. Baxan yoxdur bizə. Üstümə başıma paltar Yetim bizdən yaxşı yaşayır. Allah, yetimlər bizdən yaxşı yaşayır. Onlar heç saldat olundu. Mənim saldat adam deyil ki. Atam anam yoxdur, forma yox. Atam anam bir maharda yapsın. Qıracan İsmail'e paltar cinsi, milli olun paltarın cinsi adım ağına sıkar. Bir dənə mənim arzum odur ki, o istavlarında razbor kapanan uşaqlar gəlib deyə bu ermənilərlə razbor kapansın. Onlarla gəlsin, o siqaret satan uşaqlar. Halbuki bir kəlmənin üstündə bir-birinə durub bıçaq vurur. Gəlsin avtomat alsın, vuruşsun bu ermənilər. 100 manat siqaret 200 manat. Onsuz da qələbə bizimdir. Geç tez qələbə bizimdir. Allah qoysa bu yaxınlarda qələbə çalıb, üzü ağ, qaydacıq bətər, üzü ağ. İnşallah. İnşallah. Ben de bir söz demək istəyirəm ki, xahiş edirəm bu vaykomatlardan bu uşağı çağırırlar, abla verirlər kətdən, yığırlar vaykomata. 10 min, 15 min pulun alır hər nəysə. Qaytarır yenə kəndə. Az deyirsən, 15 min. Hər nəysə də alır. Qaytarır kəndinə. 4 gündən sonra bir də abla verir, gənə yer. Xahiş edirəm çağırdığı Mən göndərsin buradan bura. evə getdim, oxşum valideynə buraxdılar. Getdim, dağın güldən gələndə dedilər avla var, gelsin. Dedim ki, mən vuruşan faktı bu falan yerdə. İnanmadılar. Özümdə şəkilənə. Getdilər, apardılar rayona. Deyirəm ki, mən vuruşamda falan yerdə. Qıracans forma dedim. Daha evdə də forma gecəsi deyildi mi? Biraz çiriydi deyə oxşum. Deyirəm falan, inanmadılar, apardılar, bir günə qurbağa saldılar. Atam gəldi, nəsə oxşum, biraz xaç çəkdi. Nağarsın. Deyir, qorxam tutularsın. Deyirəm ki, mən vermə. Atama dedim ki, vermə də. Borcum var buna. Sonra dədəsinə borçlusan. Öz atıma deyirəm, istəyən. Deyir, nağarım deyir, indi sən işini bir şey eləyəcək, tutacaqlar. Elə qorxucu pul da alırlar. Какой район? Şakinsk. Кому дал папа деньги? Onun vaiz var. O Luboy yerdə var, o. Hər yerdə elə. Vaykomatlar çağırırlar, Labqubatlının özündə. Varlar uşaqlarını. Pulu alırlar, 10 min, 5 min, 3 min. Bıraxır. Gedir 10 gündən sonra bir də çağırır. Falan kəs gəl, pul az idi, biraz da. Belə o müdürlərin uşaqları heç biri döyüşmür. Müdürlərin uşaqları, atası bir dənə 06 alıb oturub altında, bəy o... İndi Şixaliyev də aparmalıyıq. Məsələn, Şixaliyev. Axşış bərabər. İşğaliyyət sizin razılıqda heç bir şey deməkdir. Görək, bu koordinatları təşkilləsin. Axşamı bir azlıq görmək lazımdır. Onun belə bir şey. Məsələ vaxtı birləşir, müşahidə Его надо расстрелять. Нет, хорошо, его расстреляем. А где командир батареи? Где старший офицер батареи? Где командир взвода? Давайте расстреляем. А говорить не надо, надо туда приезжать и заглотку брать. Куда приедешь? Вот он говорит. Куда приедете? Посадят. Ну, сразу. Нет, не успокойся, вот поедем сейчас самолет. Вот надо было проблемы решить. Ну, еще все возможно. Вот раз.
благодарю команду. А сейчас показать свои 7 чудес света или же доказать, что чудес не бывает. Я попрошу команду школы номер или номер школы 249. Добрый день, друзья! Мы начинаем музыкальную передачу «7 чудес света». А тут ее Юрий Николаевич и Мария. Кстати, она и есть наше первое чудо света. А дядя Юра второе чудо. Я бы даже сказала чудо-юдо. О третьем чуде света нам своих девушки из хора маленького города Зеленовска. Песня посвящается Егору Гайдару, Деду Мазаю и Зайца. Burada standart hissələrdir. 497, 497. Bunu biri yoxdur. Burada ne bu? Babları standart çıxardırıq biz. Hansı ki çıxardan Zaryat Pervi, Zaryat Vtoroy, Zaryat... Ha. Bunlar standartdır. Zaryat Pervi bir dənə çıxar, Zaryat Vtoroy yaxın məsafəyə axmaq üçün bizə lazım olur. Amma Bakı snaryadlarını biz açırıq indi. Mən bir dənə göstərim ona. Bax, kiçik meşoklardır. Hələ bu biraz yaxşıdır. Hələ balaca 38 qramlıq meşoklar yox. O biri bir dənə oradan bizdən gətirib balaca meşokları göstərir. Budur. Balaca meşoklar. Mümkündür bunları razibət eləmək ki, hansı Zaryat Vtoroy biz, məsələn, Zaryat Treti biz burada eləyə bilmirik. Elə də olur, qoyuruq, salırıq içəri, atırıq, atılmadı, atırıq, atılmadı. Aşağıda pistonları deyirlər, nədir? Pistonu xarab, atılmır. Yığmışıq, ora 5-6 dənəsini yığmışıq, tay edirik. Doldur, alınır, göndər. Yoxlamırlar necə. Nə qram ölçən var orada, nə şəkiyə baxan var heç. Biz özümüz burada buyuruq, В qram общем, точные попадания только со снарядами СНГ. Точно. Olan ki, bu da ağızları gördünüz öz yağını, yaş at yağışının altına su keçmir. Bizimkiler ama bir dəfə açıq qaldı, yağsıcan su qardı, yağış deymiş, özünüz bilirsiniz. Əyri, cırıq, deşik, dəxli yoxdur. Doldururlar say, göndərirlər. Üst kontrol yoxdur. Yoxdur, kontrol olsa mənə gəl ki olmaz. Bunun ağzını yaxşı qoyalım. Elə yerişlərə də baxan kimi SNG-lə önlük. Danışın o Orada televizorda olanda getmə çək. məsələn bizə snaryadlar gəlirdi. O da Bakı snaryadlar.